Rəsm qabiliyyət imtahanında nələrə icazə yoxdur? 4 əsas qayda. 1. İmtahana rezak, ucu iti, kəsici əşyalar götürmək. Taxta çubuq belə görsələr ucunu sındıracaqlar. Əslində tələbələr üçün qəribə bir qaydadır, amma bir otağa xüsusi nəzarətçisi olan bir rezak verilir. İstədiyiniz zaman nəzarətçi ilə birlikdə karandaşı yonda bilərsiniz. 2. Telefon, smart saat, iPod və digər oxşar cihazları evdə saxla. Musiqi olmadan ştrixləmək biraz darıxdırıcı olacaq, amma imtahana gətirmək olmaz. 3. Məktəbi tərk etsən geri qayıda bilməyəcəksən. İmtahan zamanı halın pisləşsə, nəzarətçi ilə birlikdə bayıra çıxsanız və sonradan özünü yaxşı hiss etsən belə, imtahanı geri qayıda bilməyəcəksiniz. 4. İmtahan otağında başqa heykəli işləmək olmaz. İstəyirsən divara bax işlə, istəyirsən yerdə otur işlə, amma işlədiyin heykəl imtahandakı heykəl olsun. Nə qədər istəsən də ən yaxşı bildiyin heykəli imtahanda sənə düşən heykəlin əvəzinə işləyə bilməzsən. Görsələr xaric edəcəklər. Bəs yaxşı, bu ilki imtahanda tələbələrimin başına nələr gəlir? Növbəti videoda.